Məhəmməd Kekalov öz ifadəsində bildirdi ki, o istintaq dövründə verdiyi ifadələr sırf uydurma xarakter daşıyır. Müstəntiqin verdiyi suallara, yəni ki, almaq istədiyi cavab canını qutarsın deyə, biz belə başa düşdük ki, canını qutarsın deyə müstəntiqin eşitmək istədiyi ifadələri verib və ona sual ünvanında ki, bəs siz ifadə verdiyiniz zaman beynəlxalq təşkilatların adını çəkmişsiniz, donorların və eyni zamanda orada yəni hallanan məbləğlərlə bağlı nə deyə bilərsən? Məhəmməd qeyd elədi ki, həmin donorların, beynəlxalq təşkilatlarının adını, yəni Mir Şahinin verilişində eşidib və orada yadda saxlayıb və müstəntiqlərə sırf xoş olsun deyə, ondan əl çəksinlər deyə o təşkilatların adını sadalayıb. Nərgiz ifadəsində əlbəttə ki, qeyd elədi ki, özünü təqsirli bilmir və onların barəsində başlanmış cinayət işi sırf siyasi motivlidir. Nərgiz bir daha qeyd elədi ki, o Abzas mediada foto və video reportyor kimi fəaliyyət göstərib və heç bir qanunsuz fəaliyyətlə məşğul olmayıb. Hafız Babalının mövqeyi ondan ibarət oldu ki, o deməli Abzas Media ilə sırf jurnalist əməkdaşlığı həyata keçirib. O Abzas Mediada yalnız Ülvi Həsənli və Sevinç deməli Abbasova, yəni Sevinç Vaqif qızı ilə ünsiyyəti olub və həmin ünsiyyətdə sırf onun zaten apardığı jurnalist araşdırmaları ilə bağlı olub.